Erkin mənim evimin tək evladı idi. 17 nömrəli orta məktəbi bitirmişdi, əlaçı qiymətlərlə. Erkin haqqında mən anası kimi çox danışa bilərəm. Onun vətənpərvərliyini, onun savadını, onun hər cəhətdə Erkin bizi heç vaxt orta məktəb illərində də, məsəl üçün universitet təhsilində də heç vaxt o bizi ondan biz narazılıq görməmişik. Onun ən böyük idealı vətənpərvərlik idi. O çox vətənpərvər uşaq idi Erkin. Erkin atası olmaq, Erkin elə bir uşaq idi ki, onu heç vaxt məni nə incitməyibdi, nə. O insan 24 yaşına qədər gəlmişdi. Amma bircə dəfə mən uşaqlıqda böyükəm, belə danlamışam. Yəni üstə gəlmə, çıxma, bölmə, vurma. Bunların hamısını istəyirdim ki, uşağım bilsin. Yəni mənim ağzımdan çıxan kəlmə lazım deyil idi ona. O uşaq elə uşaq idi ki, mənim yarı baxışım bəs eləyirdi. Mən onun üzünü qaldırıb gözünün içinə baxanda o bilirdi ki, mən nə demək istəyirəm. Erkin mənim böyük nəvəmdir, fəxrimdir, valideynlərinin fəxridir. Erkin yarandığı bir gündən vətən deyirdi, körpəydi. Adi bir iş görürdük, orada bayraq olanda Erkin birinci bayrağı götürürdü. Bayrağını sevən evladıydı. Düzdür, Erkin haqqında danışmaq çox çətindir. O bir evin bir uşağı idi. Evladımın tək ümidi idi. Vətən uğrunda getdi balam. Bütün şəhidlərə Allah rəhmət eləsin. Erkin tərifə layiq evladı idi. Hansı institutda oxudu, hansı məktəbdə oxudu, oradan onun tərifnamələri gəldi. Allah atasına, anasına səbir versin. Azərbaycan uğrunda gedən oğullara Allah rəhmət eləsin. Tək mənimki deyil, çox getdi. Azərbaycan uğrunda, bayrağı uğrunda getdi Erkin. Vətən uğrunda getdi. Çox vətənpərvər idi. Həmişə adi bir sözünün başında da vətən idi. Vətənini sevən evladı idi. Eləcə də bizi, eləcə də valideynini, valideynin hər bir sözü Erkin üçün qanun idi. Uşaqlığından elmlə, tarixlə, Atatürkçülüyünlə, vətənpərvərliyinlə həmişə fərqlənirdi. Məktəbdə də ən sevimli fəni tarix idi. Cumhuriyetimizin 10. gününü doldurdum. En büyük bayramdır. Kutlu olsun. Türkçülüyü çox sevirdi. Onun kitablarının çoxsunda, məsəl üçün, Atatürk'ün kitablarını oxuyurdu. Yəni çox sevirdi. Türkçülüyü sevirdi Erkin. Erkin bizim üçün çox fərqli bir evlad idi. Həm uşaqlığından, həm şagirdliyindən, həm tələbəliyindən, əskəriyindən və sonunda məlumdur ki, döyüşündən. Bugün şəhiddir deyə o sözü demirik. Həqiqətən də Erkin bu dünyada da yaşasaydı, fəxr olunacaq bir evlad idi. Çünki onun valideynləri onu elə yetişdirmişdi. Uşaqlığını çox şən keçirtmişdi, çox maraqlı. O az bir yaş müddətinə hər şey sığdırdı Erkin. O qədər dünya dolu bir evladı idi. Facebookunda hətta paylaşımları 2013-cü ildə belə müharibədən danışır, nə bilim bu bayraqlı tabutdan danışır ki, şərəfdir, belə bir ölümü kim istəyər? Demək, bu uşaq bunu paylaşdığı kimi, necə deyim, Allah da talehinə mi yazdı deyim, ürəyinə mi gəldi dedi mi bu sözləri? Bir başqa evlad idi həqiqətən də, bir uşaqla uşaq kimi, böyüklə böyük kimi, yaşlıyla yaşlı kimi, hər bir yaşla söhbət ediləcək qədər söz bazası var idi. Çox zəngin bir bazalı evlad idi. Ağız dolusu bir sözü var idi ki, Erkinin, nə bilim, düz deyil, hər kəsin qardaş balası özü üçün əzizdir, amma bir başqa cür evladı idi. Hətta toylara gedəndə də o bibi mahnısını çaldır ürəyinə, bibilərinə qol açıb bizi sinəsinə çəkirdi.
Əlbəttə ki, bəli, hər şey İlkinlə getdi. Mən deyərəm ki, atasının sözüdür o ki, İlkin yaşasa da biz ondan fəxr eləyəcəkdik. Bugün bəli, yenə də fəxr eləyirik. Çünki harda oldusa orada uğur qazandı. Elə bir evladı idi. İlkin özünün adının böyrünə ad yazdırdı. Əvvəl Hüseynov İlkin Ədalətoğlu idi. İndi isə şəhid leytenant İlkin Ədalətoğlu Hüseynov. Çox həqiqətən də fəxr ediləcək evladı idi. Allah həqiqi mənada bizim ailəyə, başda da atasına, anasına səbir versin. Biz əvəz olunmaz bir evlad itirdik. Erkin bizim məktəbdə ilk qədəmlərini atıbdı. Onun ilk sinif müəllimi mən olmuşam. Erkin ailənin yeganə tək övladı olmağına baxmayaraq, o heç də dəcəl deyil idi, ərköyün deyildi. O çox saf, səmimi, mehriban, təmkinli bir uşaq idi. O bir çox xüsusiyyətlərinə görə yaşıdlarından fərqlənirdi. Mən onun bir sinif müəllimi kimi, həmişə nümunəvi şagird kimi tanıdım. Erkin öz səliqəsi ilə, öz təmizkarlığı ilə sinifdəki bütün şagirdlərə bir nümunə idi. O, ibtidai sinif təhsilini müvəqqətlə başa vurdu, yuxarı siniflərə adladı və o yuxarı siniflərdə də yenə öz təhsili ilə, öz əxlaqı ilə nümunəvi bir şagird kimi seçildi. Və məktəbimizin məzunu olub, tələbə adını qazandı, Bakı Dövlət Universitetinə qəbul olundu. Eşitdiyimə görə o tələbəlik illərində də tələbə yoldaşlarından universitetin müəllim kollektivinin böyük hörmətini qazanmışdı. Və beləliklə biz uzun müddət Erkinlə görüşmədik, amma o universiteti qurtarana yaxın biz təsadüfən Erkinlə rastlaşdıq, görüşdük. Təbii ki, mən çox sevindim. Onun təhsilini bitirməyini bildikdə Erkindən soruşdum ki, Erkin, sənin gələcək üçün planların nədir? Təhsilini xaricdə davam etdirmək istəyirsənmi? Çox gözləmədiyim bir cavabı aldım. Erkin mənə dedi, müəllimə, siz bilirsiniz ki, mən Azərbaycan aşiqiyəm. Mən vətəndən kənarda yaşaya bilmərəm. Və doğrudan da elə oldu, Erkin vətəndən uzaqlaşmadı və o hərbi xidmətə yollandı və hərbidə xidmət etməyə başladı. Çox təəssüf ki, onun o 2022-ci il sentyabr 12-sində həyatı şəhidlik zirvəsinə yüksəldi. Amma buna baxmayaraq Erkin yaddaşlardadır. Onun biz bir sinif olaraq adını əbədiləşdirmişik. Sinifimiz hal-hazırda onun adını daşıyır və atasının arzusu ilə məktəbimizdə onun adına bu bulaq əbədiləşdirilibdir. Demək olar ki, məktəbimizə daxil olan hər bir kəsi Erkin qarşılayır. Bütün uşaqlar onu tanıyır. Hətta sinifimizin bütün şagirdləri Erkin kimi olmağa çalışırlar. Tək Erkin deyilim. Bütün Azərbaycan şəhidləri bizim qəlbimizdə əbədi olaraq yaşayacaqdır. Hərbi təlimlərdə Erkindən kursant vaxtı iştirak eləmişik. Hərbi təlimləri bitirdikdən sonra, zabit hazırlıq kursunu bitirdikdən sonra, zabit rütbəsi aldıqdan sonra biz Erkinlə eyni hərbi hissəyə təyinat almışıq. Erkinlə eyni hərbi hissəyə düşdükdən sonra eyni taborda və fərqli bölüşlərdə zabit kimi işimizə başladıq. Və ondan sonra məlumat verdilər ki, düşmən təxribat törədib və biz də Kəlbəcər istiqamətinə yollandıq. Sentyabrın 12-sində gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri
Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində geniş miqyaslı təxribat törədib. Biz yollandıq həmən istiqamətə və düşmən təxribatının qarşısını almağa. Orada bizim tabor xüsusi bir qəhrəmanlıq göstərdi. Erkin kimi bizim digər döyüş yoldaşlarımız, döyüşçü qardaşlarımız xüsusi bir qəhrəmanlıq göstərdilər. Orada bizim şəhidlərimiz, qazilərimiz oldu. Azərbaycan ordusu dəyərli bir zabitini itirdi və Allah ailəsinə səbir versin, anasına, atasına, bütün əzizlərinə, bütün yaxınlarına və anasının, atasının, millətimizin başı sağ olsun. Əksəriyyəti döyüş görmüş adam oldu. Söyledi burada. Komanda sözünü deyəcək. Danışsam kitablar çıxmaz mənim oğlumun o 23 illik həyatına. Polkovnik var idi, şəhid olanda Erkin gəlmişdi. Dedi ki, sənin uşağını onsuz da sağ verməyəcəyim. O uşaq kimi zabitlər bizə lazım idi deyil. Döyüş bölgəsində gedir, özünü çəkir telefondan. Eləcə dağ dərəni görsələr, üstü başı bütün palçığın içində görünür, indi çətin yolları keçirlər. Onu çəkir, elə dağ dərəni görsə, deyir, baxın, cənnətdir bura, cənnət. Bax, bax. Cənnət, cənnət. Cənnət. Şu haralara çıxmışıq da. Haralardayıq. Bu da Patinkam. Bizim Erkin Hüseynovla tanışdığımız 2015-ci ilə təsadüf eləyir. Hansı ki, həmin dövrdə bizim abituriyent vaxtlarımız idi və biz həmin dövrdə ali məktəbə qəbul olmaq üçün hazırlıqlara, repetitoriyana gedirdik. Bu dövrdə bizim tanışlığımız başladı. 2015-ci ildən hazırlıq prosesində də bir yerlə hazırlaşırdıq. Demək, eyni qrup idi bizi də. 3-cü ixtisas qrupu üzrə hazırlaşırdıq. Və hazırlaşdıq. Həmin vaxtı biz hər ikimiz ali məktəbə qəbul ola bildik. Komanda kursunun bitiriləndən sonra leytenant idi, həm də tağım komandiri idi. O, həmin şəhid olan günü 2 postu azad elədilər. Onda öz əskər yoldaşlarını, 30 əskərini o qoymamışdı ki, opozisiya alınan erməni postuna geçsinlər. Tək özü bir də bir giziri var. Onunla birinci bayrağı Erkin sancmışdı. Sonradan ikinci postu da alanda orada da şəhid olmuşdu Erkin. Öz gizrinlə birlikdə şəhid oldular. Gəldi çıxdı ki, həqiqətən ən böyük rütbəyə çıxdı. Şəhidlik rütbəsi kimi böyük rütbə yoxdur. İkinci bir, ondan böyük rütbə yoxdur. Elə bil ki, kəsə getdi o yolu. Məmnun. Hazırlaşırdı şəhid olmağa. Bilirdi. Oturduq, söhbət etdik müəyyən qədər. Elə o komanda kursundan danışırdı, orada gördüyü işlərdən danışırdı, təlimlərin necə də ağır olmağından, həm də onun üçün belə deyək də şərəf olmağından danışırdı. Düşmən təxribatının qarşısını alarkən Erkinin qəhrəmanlığı haqqında mən bir şey demək istəyirəm. Erkin orada böyük bir qəhrəmanlıq göstərmişdi. Hətta belə bir səngər, düşmən səngərində düşmən səngərini düşmənlərdən təmizləyən zaman Erkin öz qrupunda olan bir hərbi qulluqçuya demişdir ki, sən ailəlisən, çəkil arxaya, öndə mən gedəcəm. Bu Erkinin necə bir ürəkli, necə bir qəhrəman, necə bir vətənpərvər oğlan olduğunu və öz qrupunun, öz şəxsiyyətin qayğısına necə qaldığının bariz nümunələrindən biridir. Bu real bir hadisədir və düşmən səngərini təmizləyən zaman Erkin qəhrəmancasına şəhid olmuşdur. Ruhu şad olsun, Allah rəhmət eləsin. Orada Erkin
Bax, burada bu səngərin içində şəhid olubdu. Gizirlə bir yerdə. Rəmancasına giriflər, o postu alıblar və burada şəhid olubdu. Erməni gülləsindən boğazına dəyibdi. Burada şəhid olub və qardaşlarımız da həmin o erməniləri bir yerindəcə məhv ediblər. Qisasları alınıb, artıqlaması ilə qardaşlarımız Allah var eləsin. Şəhadətləri də hamısını qəbul olsun. Burada da qardaşlar. Bir də İnşallah buralarda gətirir bizdə. Biz onların adına abidə var. Elkinin gülləsidir. Atdığı güllədir. Allah sizi var eləsin. Önlüyü var idi, onun hissəsinə 2 ulduz yazmışdı. Göndərmiş yolun aşağı. İnşallah ispat olsa gedib. İnşallah. Bu post, bu bayraq, bu igidlərin və şəhidlərimizin sayəsində burada dağlanır. Allah sizi var eləsin, qardaşlar. Allah Elkinin şəhadətini qəbul eləsin. Onun bir yerdə tabor komandiri olubdu. Bunların uşaqlarının bir yerdə həmin bu səngəri, erməni səngərini götürüblər. Bu igidlərlə götürüblər. Nə deyə bilərsiniz, qardaşlar? Mənim tam komandirim oldu. Bir yerdə döyüşmüşük, bir yerdə vuruşmuşuq. Allah'ın şəhadətini qəbul eləsin. Ki, yaxşı qardaş, yaxşı zabit olur, yaxşı yoldaş olur. Bizlərimizdən yəni onların əvəzləşdirmək üçün bayraq qaldırmışıq. İndi adında bu özgə hər şey eləyəcək. İnşallah təhvil verdiyimiz bölmələrə tapşıracaq ki, bunun canları, qanları bahasına biz nətər bu torpağı Elkinin, Leytenant Ümbətovun, Gizir Məhəmmədin, Gizir Budağının şəhid olduğu, necə deyək, qanı bahasına aldığımız bu torpağı onlar da əbədiləşdirsin, saxlasın, yadigar qorusunlar, canı bahasına qorusunlar, qanı bahasına qorusunlar bu torpağı. Allah Elkin qardaşımıza, cənab Leytenantımıza Allah rəhmət eləsin. Elkinin tabutunu evdən çıxardıb daşıyanda o anı deyə bilmirəm, sözlə ifadə edə bilmirəm. Çünki o anı yaşayan insan bilər. Bütün əskərlərimizi öz himayəsində saxlasın. Ölünməz! Şəhidlər ölməz, vətən bölünməz! Həmin vaxtlar çox çətin idi mənim üçün. Hələ ən ağır məqamlar Elkinin şəhidlər xiyabanına gətirib burada dəfn olduğu anı idi ki, mən orada onun üzərinə torpaq atanda bu mənim üçün iki tərəfli bir şey idi. Həm bir yandan düşünürdüm ki, bu mənim borcumdur. Dostum mənim qardaşım idi. Ona qarşı son vəzifəm bu idi ki, bunu eləməli idim. Bir yandan da içimdən bu qeyri-şuursuz bir istək var idi ki, mən öz dostumun üzərinə torpaq atıram. Allah bütün şəhidlərə rəhmət eləsin. Biz üçün çox çətindir. Biz yeganə evladımızı verdik Azərbaycana. Mən deyirdim ki, evladın səbri olmaz. Amma olurmuş. Mən oğlum üçün səbr eləyirəm. Bugün onu deyərdim ki, mama sənsiz çox darıxır. Elkin Hüseynov, yaşı az, ürəyi böyük qəhrəmanım. Sən 23 illik həyatında hər kəsin yaddaşında qalacaq bir ömür yaşadın. Müstəqillik tariximizin ilk böyük zəfərini Azərbaycan xalqına yaşadanlardan biri oldun. Sən və sənin timsalında canından keçən minlərlə igidlər bugün Azərbaycan adlı məmləkətin qürur mənbəyidir. Səni unutmayacaq, Nuruzlu şəhidim. Haqqınızı bu millətə halal edin.
Qəhrəman Azərbaycan əskəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmiş. Sizin başçılığınız və idarəçiliyiniz sayəsində. Sağ olun. Var olun. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan.